İndi isə bu kursdan necə maksimum yararlana biləcəyiniz haqqında danışacağıq. Təbii ki, mənim əsas istəyim sizin bu kursu daha yaxşı mənimsəməyinizdir. Bunun üçün müəyyən detallara nəzər salaq. Təlimi mənimsəmək üçün ilk olaraq videoları izləməyiniz lazımdır. Eyni zamanda videoların sürətini bir qədər yavaşlada bilərsiniz. Lazım gəldikdə isə müəyyən fasilələr verin. Qaranlıq qalan məqamlarda ilk olaraq görüntünü geri çəkib yenidən izləməyiniz tövsiyə olunur. İstəyinizdən asılı olaraq sürəti artıra da bilərsiniz. Bu tamamilə öz seçiminiz olacaqdır. Unutmayın ki, istənilən bir bölümdə anlaşılmayan tərəfləri mənimsəmədən növbəti bölümə keçmək heç də əlverişli deyil. Yəni dərsləri ardıcıl şəkildə mənimsəmək vacibdir. Kurs olduqca interaktiv şəkildə qurulmuşdur. Digər tərəfdən yalnız videolarla yetinmək də olmaz. Kurs boyunca müxtəlif test tapşırıqları və çalışmalar edərək mövcud biliklərinizi möhkəmləndirin. Kursun fayllarından, faydalı linklərindən maksimum dərəcədə yararlanmağa çalışın. Həmçinin müəyyən suallar yarandıqda onları sual-cavab bölümündə soruşaraq cavab tapa bilərsiniz. Mən hər zaman həmin sualları cavablamağa hazır olacağam. Digər tərəfdən kursun digər istifadəçiləri də bu sualları cavablaya biləcək. Nəticədə probleminiz aradan qalxmış olacaq. Siz də digər istifadəçilərin suallarını cavablaya bilərsiniz. Yəni soruşmaqla yanaşı digərlərinə də yardım edə bilərsiniz. Öyrənməyin və öyrəndiklərinizi tətbiq etməyin ən yaxşı yollarından biri başqalarına kömək etməkdir. Çünki bir istifadəçinin sualı olduqda bu suala cavab vermək üçün siz əlinizdən gələni edə bilərsiniz. Burada itirməli olduğunuz heç bir şey yoxdur. Çünki cavabınız səhvdirsə düzəldiləcəksiniz. Sonra bir şey öyrənəcəksiniz və sual verən istifadəçi də bir şey öyrənəcəkdir. Bununla artıq Power BI-nin nə ilə əlaqəli olduğunu, kurs boyu nə öyrənəcəyimizi və bu kursdan ən yaxşı şəkildə necə yararlanacağınızı görmüş oldunuz. Növbəti dərslərdə görüşənədək.